Salam hörmətli tamaşaçılar. Xəzər Universitetinin təqdimatında Xəzər Xəbər efirdədir. Studiyada mən Nihat Abışov. Günün ilk xəbərlərlə qarşınızdayım. Bugün buraxılışımıza hər bir gəncin marağına səbəb olacaq bir mövzula başlayırıq. Tələbəlik. Kənardan rəngli xəyallar, universitet daxilində isə böyük reallıqlar deməkdir. Bəs görəsən, tələbə adını qazanmazdan əvvəl qurulan xəyallar reallıqla nə dərəcədə üst-üstə düşür? Bugün müxbirimiz Xəzər Universitetinə gedərək tələbələrin fikirlərini öyrənib. Mən İşam Dadaşov. Bugün Xəzər Xəbər komandası olaraq universitet həyətindəyik. Hər il minlərlə gənc böyük ümidlərlə universitet qapılarından içəri addım atır. Lakin görürsən onların xəyalındakı tələbəliklə, hal-hazırdakı tələbəlik həyatları nə dərəcə üst-üstə düşür? Mən isə bu sualın cavabını öyrənmək üçün bugün tələbələrə yaxınlaşacağam. Elə isə gəlin iş müsahibəmizə söz verək. Salam, öncə özünüzü təqdim edin və deyin görək tələbəlik həyatınızdan razısınızdır. Salam, mən Banu Hüseynzadə. Xəzər Universitetində təsnifat müəllimlik ixtisasını təhsil alıram. Mən əvvəlcədən dizayn ixtisasını istəyirdim, lakin daha sonradan təsnifat müəllimlik ixtisasının məcburiyyətinə qaldım. İxtisasına çox razıyam. Universitetimizin bizim üçün yaratdığı şəraitlər həddindən artıq yaxşıdır. Müəllim heyəti çox peşəkardır. Xəzərdən razıyam. Salam, öncə özünüzü təqdim edin və deyin görək xəyalınızdakı tələbəliklə indiki tələbəlik həyatınız nə dərəcədə? Salamlar, Ecibər Mustafayev. Hazırda Xəzər Universitetinin birinci kurs tələbəsiyəm. Gecə informatik ixtisasında təhsil alıram. Xəyalımda qurduğum universitet həyatı daha universitetdəki imtahanların daha sadə olması idi. Amma burada daxil olandan sonra gördüm ki, imtahanlar çətindir və vaxtımda sərf edirəm. Digər işlərimi görməyə vaxtım qalmadı. Bir də universitet qrafiki bir dərsi fərqli idi mən düşündüyümdən. Dərslər daha çox günorta və günortadan sonra vaxtlara düşürdü, bu qədər. Gördüyünüz kimi tələbəlik həm xəyal, həm də böyük məsuliyyətdir. Söz studiyadadır. İndi isə idman xəbərlərinə keçid alırıq. Universitet çempionatında möhtəşəm qələbə qazanan futbolçumuz müxbirimizin suallarını cavablandırıb. Buyurun, söz sizdədir Raifə xanım. Salam, mən Raifə Xanım. Yanımızda günün qəhrəmanı var. Bu da sizin üçün nə ifadə edir? Təşəkkür edirəm. Bu uğur bizim üçün böyük əziyyətin və əzmkarlığın nəticəsidir. Komandamızın birliyi və qarşılıqlı dəstəyi nəticəsində bu uğuru əldə etmişik. Bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm. Bəli, qeyd edək ki, bu uğur universitetimiz üçün mühüm nailiyyətlərdən biridir. Sağ olun, studiyaya qayıdırıq. Təşəkkür edir Raifə. İdman xəbərləri bununla yekunlaşıb. Paytaxtımızın mərkəzində yerləşən marketlərdən birinin təhlükəsizlik kameraları möhtəşəm görüntülər qeydə alıb. Əvvəlcə adi oğurluq kimi görünən hadisənin sonra hər kəsə duyğulandırılıb. Market sahibi tərəfindən sosial şəbəkələrdə paylaşılan görüntüləri təqdim edirik. Hər kəs salamlayıram, mən Hacızadə Ramal. Gördüyünüz bu görüntülər qısa zamanda internetin trendinə çevrilir. Market sahibi təsadüfən market kameralarını izləyərkən bu görüntülərlə rastlaşır və bizimlə paylaşır. Sözü market sahibinə veririk. Buyurun. Görüntülərini izləyərkən birinci rəvizdə mağdurluqdur. Dərhal polisə xəbər vermək istedim. Lakin videonun sonunu izlədikdən sonra gözlərimə inana bilmədim. Onun hərəkəti məni həqiqətən çox təsirləndirdi. Ona görə də videonu paylaşdım ki, hər kəs baxsın. Bəli, görünən odur ki, kameralar təkcə cinayəti yox, itməkdə olan insanlığı da qeydə alır. Səhv etmək hər kəsə, səhvini düzəltmək isə yalnız mərd insanlara aiddir. Biz yanında həmin xanım dayanır, onun təəssüratlarını alacaq. Açığı desəm bu hadisədən xəbərim yox idi. Dünən sosial mediada özümü görəndə, çantamı açdım və pulu görəndə çox təəccübləndim. Düşünürəm ki, bu hadisə göstərir ki, insanlıq hələ də məhv olmur. Bugünlük bu qədər, studiyaya qaydırıq. Bəli, bu hadisə hər birimizin ürəyini isitdi. Bəs görəsən təbiət sabah bizim ürəyimizi isidəcəkmi? Paytaxtımızda və bölgələrimizdə bizi necə hava gözləyəcək? İndi isə söz hava müxbirimizə verilir. Buyurun. Sağ olun, təşəkkür edirəm. Mən Asir Akınova. Xəbərlərimizi hava proqnozuna davam etdirək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeoroloji Bürosuna verdiyi məlumata əsasən bu gün Azərbaycanda hava sabit və mülayim olacaq. Bakı və Abşeron yarımadasında havanın buludlu keçəcək. Temperatur
dəyişən olacağı gözlənilir. Gəncə və ətraf bölgələrdə hava güləşli olacaq. Temperatur 20-24 dərəcə arasında dəyişəcək. Şəki Zaqatalada isə hava dəyişən olacaq. Arada bir buludlu olacağı gözlənilir. Dağlıq ərazilərdə temperatur daha aşağı olacaq və sərin hava müşahidə ediləcək. Bugünlük bu qədər. Sağ olun, salamat qalın. Bununla da Xəzər xəbəri yekunlaşdırdıq. Sabah yenə eyni vaxtda ən maraqlı xəbərlərlə qarşınızdayıq. Sağ olun, bizdən ayrılmayın.